Herkese salam. 2025-i xilas edirəm gün 26-ya. Xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün danışırıq zaman kapsulundan. İlk olaraq onu qeyd etmək istəyirəm ki, sizə bir kitab seriyası, yəni fərqli fəsilləri olan bir kitab seriyası məsləhət görəcəm. Ya da bunun animesi var, onu da izləyə bilərsiniz. Yəni arada çox da böyük bir fərq yoxdur. Deməli, kitab serisinin də, animesinin də adı Orange-dir. Burada nədən söhbət gedir? Təsəvvür edin ki, bir sabah oyanırsınız və sizə bir adı sanı bəlli olmayan məktub gəlib və məktubu açırsınız, görürsünüz ki, gələcəkdəki siz bugünkü sizə məktub yazıb. Və bu məktub sayəsində, yəni burada keçmişi dəyişdirmək deyil, bir növ paralel dünyalardır. Nəysə işte, problemi həll etmək üçün çox açıq izah vermək istəmirəm ki, əgər baxacaq olan varsa spoiler olmasın. Yəni bir növ hər kəsin bir peşmançılığı var, bir dost qrupudur və ora yeni bir şəxs gəlir və o yeni şəxslə bağlı hər kəsin müəyyən dərəcədə peşmanlığı var. Həmin peşmanlığı aradan qaldırmaq üçün bunlar digər dünyadakı özlərinə ya da keçmişdəki özlərinə mi artıq sizin üçün hansı daha məntiqli gəlirsə inanmaq üçün ona məktub yazırlar. Və hətta bu seriya məşhur olandan sonra Yaponiyada hər kəs belə yazıb, məktub yazıb dənizə buraxmışdı. Biz indi bunun daha əyani versiyasını eləyəcəyik. Mən çox bəyəndiyim bir YouTuber var. Onunla mən tanış olmuşam ki, zaman kapsulunu belə yazmaq olur. Mən həmişə uşaqlıqdan yazırdım, gələcəkdəki mənə məktub falan. Amma yəni bu zaman kapsulu kimi, yəni bir ildən bir dəyişən bir şey olmurdu da. Sırf bir ildən biri olduğunu yeni öyrənmişəm və bununla bağlı sizinlə fikirlərimi bölüşmək istəyirəm və istəyirəm ki, bir yerdə zaman kapsulu hazırlayaq. İndi danışaq zaman kapsulunun məqsədi nədir? Deməli, İndi 2026-cı il gəlir. 2026-cı il üçün dünən biz xəyal panosu ya da əsl adı olan gerçəklik panosu hazırladıq. Bu gerçəklik panosundakı nələrin şəklini qoymuşduq. İndi onu detallandıra yazacağıq ki, yəni tam olaraq bir mənalı məqsədimiz nədir bilinsin. Çünki ora şəkli qoymuşuq. Məsələn, təzəcə sosial mediada belə bir şey gördüm. Qız deyir ki, çoxlu pul qoymuşam və pullar bildiyiniz, yəni bankda necə olur da, beli sarılı, o şəkildə pullar qoyub və deyir bəli, o pullar mənə gəldi, amma mən bankda işləyirdim, ona görə gəldi. Və yəni ki, demək istədiyim o ki, biz o şəkilləri detallandırmalıyıq ki, daha necə deyim, istədiyimiz nədirsə ona çata bilək. Həmin o detallandırmanı da eləyirik zaman kapsulunda. Zaman kapsulunun məntiqi ondan ibarətdir ki, bayaq da dediyim kimi detallıca hər şeyi yazırıq, amma olmuş kimi yazırıq. Biz onu 2026-cı ilin dekabrın 26-sında oxuyanda deyəcəyik ki, hə, bunlar gerçəkləşdi ya da bunlar gerçəkləşmədi və s. bu şəkildə danışacağıq. Bəs bu o deməkdir ki, elə biz xəyal panosunu hazırladıq, zaman kapsulunda yazdıq, elə heç nə eləməyəcəyi olacaq. Yox, elə bir şey də yoxdur. Heç nə üçün cəhd olmadan, yəni o şeyin olması absürddür və içində insanın alın təri olmayan bir şeyə deməsi ki, məni göydən düşsün, məsələn, mənim üçün bu qəbul edilməzdir. Orada mənim əziyyətim olmalıdır ki, mən sonra ona baxanda həzz ala bilim ki, mənim əziyyətimin nəticəsidir. Mən bunun üçün çalışmışam və s. Yəni önəmli olan budur ki, elə şəkli ora yapışdırdıq ki, oturub burada detal nöqtəsindən vergülə kimi yazdıq. Bu o demək deyil ki, o gerçəkləşəcək. Amma ona bağlı hərəkətə keçsək, əlbəttə ki, gerçəkləşəcək. Çünki Allah hər kəsin istədiklərini gec-tez olmaq şərti ilə nəsib eləyir. İndi istəyirəm sizlə oxuyum. Mən həmişə 26-sı yazıram, dekabrın 26-sı. Bu gün də 26-sı olduğu üçün 2024-dən 2025-dəki mənim üçün yazdıqlarına baxacağıq. Deməli, başlıqda açaq birlikdə. Mən də sizinlə birlikdə oxuyuram əslində indi. İlk başda yazmışam ki, 2025-ci ildə həyatımda baş vermiş möhtəşəm hadisələr və nələr ki baş vermək istəmişəm, oldu kimi ora yazmışam. Burada yazdıqlarımı oxumayacağam, amma qısa xülasə keçəcəm. Məsələn, ailəmlə bağlı yazmışam, dostlarımla bağlı yazmışam, dərslərimlə, imtahanlarımla bağlı yazmışam, xarici dillə bağlı yazmışam, ideal mən üçün lazım olan şeyləri yazmışam. Məsələn, YouTube kanalı yazmışam və oldu. Və mənim dostlarım da təsdiqləyər ki, YouTube kanalı açmaq mənim çoxdan ki arzumdur. Amma 2025-ci ilə qismət oldu. Çünki onun üçün bir cəhd elədim. Sonra maddi vəziyyətlə bağlı yazmışam. Hə, bir də son olaraq dua kimi yazmışam ki, müsbət yöndə istədiyim bütün yaxşı şeylər həyata keçdi. Ən əsası da bu deyilmi? Və sonda təşəkkür etmişəm. İnandığınız hər kimdir, hər nədirsə ona təşəkkür etməyi unutmayın. Mən də Allahıma təşəkkür etmişəm ki, mənim üçün yazdığım bu mükəmməl həyata və hər şeyə görə təşəkkür edirəm və bununla da bitirmişəm. Yəni dediyim kimi, əsas olan istəməkdir, düzgün istəməkdir və ondan bağlı əziyyət çəkməkdir ki, uğurlu olaraq nəticəsində görək. Amma məsələn, burada olmayan bir şey var. Onu demək istəyirəm ki, yazmışam ki, dil sertifikatı almaq istəyirəm. İnsan dil sertifikatı almaq üçün gedib o sınaqdan birincisi qeydiyyatdan keçməlidir, sonra gedib iştirak eləməlidir, sonra bir nəticə əldə etməlidir, elə deyilmi? Təsəvvür edin ki, mən il ərzində nəinki gedib
qeydiyyatdan keçməyə, heç qeydiyyatdan hardan keçmək lazımdır, ona belə baxmamışam. Bu sertifikat göydən başıma düşəsi deyildi ki, yəni bu sertifikatın mənə gəlməsi üçün mən bir şeylər eləməliydim, amma həmin şeyləri mən eləməmişəm. Demək ki, bunu bura yazsam, nə bilim, xəyal panosuna qoysam, gündə sabah axşam, yəni 7/24 gedib gözünün qabağında deməklə deyil ki, mən filan sertifikat aldım. Yəni ona bağlı heç eləməyəndən sonra o sertifikat heç hardan gəlib sizin cibinizə düşmür. Məsələn, bu olmayıb. Olmaması tamamilə normaldır. Bunu başa düşürəm. Çünki mən onunla bağlı heç bir əziyyət çəkməmişəm. Hə, əziyyət çəksəydim, qeydiyyatdan keçsəydim, imtahanına girsəydim, imtahan üçün çox çalışsaydım, ona rəğmən istədiyim burada yazdığım olmasaydı, tamam, onda haqlısınız ki, bu olardı problem ki, necə yəni bu qədər əziyyətə qarşılıq əldə eləməmişəm. Yenə də onu da şükür eləyərdik ki, demək ki, bir bildiyi var ki, Rəbbimin belə bir şey olub. Amma yenə də pis təsir eləyərdi, düzdürmü? Amma bu pis təsir eləmir, çünki onunla bağlı heç nə eləməmişəm. Yəni tam olaraq necə? Bir də şey yazmışam. Məsələn, xarici səyahət yazmışam. Yəni mən bu il xarici səyahəti o tərəfə qoy, gedib bilet qiymətlərinə belə baxmıram. Yəni hansısa ölkəyə biletə belə baxmamışam. Yəni məsələn 2024-cü ildə qütb işıqları üçün, düzmü dedim? Məncə qütb işıqları düz ifadə idi. Gedib baxmışdım biletə, çünki həqiqətən də noyabr ayında orada olmaq istəyirdim. Biletinə baxmışdım, xəyallar qurmuşdum və s. Oldumu? Olmadı. Amma ən azından bir şeylər eləmişdim. Məsələn, bu il heç onu da eləməmişəm. Bu real olmağa nə qədər gülməli də, yəni heç kim gətirib mənim belimə özdə. Yəni heç kim gətirib mənim cibimə təyyarə bileti qoyası deyil ki, get sənin üçün otelə kimi şey rezervasiya eləmişəm. Hər şey dörd dörtlükdə hazırdır. Gedəcəyin yerlərdə tapmışam. Get kef elə. Yəni bunu kim mənə eləyəcək? Yəni mən eləməliyəm özüm üçün. Mən də eləməmişəm. Bu real olmanı necə gözləyə bilərəm? Təbii ki, real olmayıb da. Və bir də məsələn sosial mediada filan çox görürsüz, hər birimiz görürük. Məsələn necə nümunə çəkə bilərəm? Dyson qoyur, sonra deyir ki, Dyson aldım ya da yazır ki, bura Dyson alacağam və alır. Dostum, zaten səndə o maddiyyat varsa Dysonu bu gün də ala bilərsən. Yəni çox da bir şey dəyişmir. Elə bir şeyləri bura yazmaq çox da məntiqli deyil. Məsələn, təyyarə bileti yazmışam. Tutaq ki, xarici səyahət mən ayrı anlamda yazmışam düzdür. Amma məsələn bura yazsaydım ki, təyyarə bileti aldım. Pulun varsa puluma minnət. Gedib onsuz da alacaqsan. Yəni orada təyyarə bileti aldım, sonra oldu ay kainat istədiklərimi verdi. Və mən bunu yazdım deyə oldu. Şəklini deyə qoydum deyə oldu. Danışa da bilmədim. Bunlar sadəcə günün insanın özünü aldatdığı şeylərdir mənə görə. Mənim şəxsi öz düşüncəmdir, öz təcrübəm üzərindən özümə deyirəm. İnanıb inanmamaq, tətbiq edib eləməmək sizin şəxsi seçiminizdir, ona qarışa bilmərəm. Və bu qədər danışandan sonra sayaq, 13 maddə yazmışdım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 olub. Sadəcə 3 olmuyor. Dediyim kimi o 3-ü də mən cəhd eləməyəndən sonra gəlib başıma düşəsi deyildilər. Hə, biri də niyə olmayıb, onu da deyim. Onun da çox gülməli bir səbəbi var, zamanı qaçırtmışam. Yəni o başıma düşmə teması deyildi. Mən sadəcə zamanı qaçırtmışam. Elmi işimlə bağlı yazmışam, dissertasiya ilə bağlı, amma problem orada ki, mən müdafiəni 2025-də eləmirəm, 2026-da eləyirəm. Yəni 2025-də kim mənə özəl müdafiə edir? Amma bilirsiniz burada problem nədir? Mən bunu yazmışam və bizə attestasiya keçirdilər. Bəlkə də bu ona nümunədir, amma odursa, onda heç bir problem yoxdur. Bunu da olduğu kimi qəbul edə bilərik. Amma o deyilsə, burada bir problem var, çünki mən zamanı qaçırtmışam və bunun olmaması tamamilə normaldır. Bu arada attestasiya tərəfindən baxanda bunu da olduğu kimi hesablaya bilərik. Səhv manifest eləmişəm. Yəni istədiklərimi bu qədər sürətli çəkən mənim, istəmədiklərim həyatıma belə şıp deyə işıq sürəti ilə gəlir maşallah. Heç nə. Yəni zaman kapsulunda dediyim kimi 13 maddəni qısaca keçdim səthi üzərindən. Ondan sonra necə olmalıdır, necə eləməliyik onu da dedim. İndi gedək yenisini hazırlayaq, yenisini bərabər hazırlayaq. Dünən xəyal panosu üçün dediklərim bu gün bu zaman kapsulu üçün də eynisini təşkil eləyir. Mütləq şəkildə bu xəyalları sizə də canlandıracaq bir musiqi seçin və mən bir də tövsiyə edərdim ki, dünən xəyal panosunu hazırlayanda hansı musiqini seçmişdinizsə, bu gün də onu seçin. Eyni zamanda həm də bir qoxu seçin. Yenə dünənki qoxu ilə eynisi olsa daha yaxşı olar. Çünki onsuz da xəyal panosuna qoyduqlarımızı yazırıq da zaman kapsuluna. Sadəcə tək fərqi ondan ibarətdir ki, burada daha detallandıra, daha belə deyim izahlı şəkildə, aydın şəkildə yazırıq. Ona görə məncə ətir seçimidir, musiqi seçimidir, eyni olaraq qalmalıdır. Deməli, onu demək istəyirəm ki, sizin gördüyünüz hissə mənim 2026 ajandama yazdığım illik hədəflər hissəsidir. İlk olaraq ora yazıram. Orada hələ bir nə istəyirəm, götür qoyuram ki, həqiqətən istəyirəmmi, xəyal panomda olan şeylər var ki, onların hər birini orada yazıram. Da onun ardınca isə artıq belə deyim, yeni bir vərəqə belə yazıram və artıq mənim 2026 üçün hazırladığım zaman kapsulum hazırdır. Bunu gələn sizlə bir yerdə 2027-yə hazırlayıb 2026-ya açıb oxuyacağıq. Görək nə qədər gözəlləşib. 18 dənə dilək yazmışam.
və təşəkkür eləməyi, Allaha şükürlərimi, göndərməyi də unutmamışam. Siz də mütləq şəkildə inandığınız hər kimdirsə, ona təşəkkür eləməyi və minnətdarlıq göstərməyi unutmayın. Və onu da demək istəyirəm ki, məsələn, heç bir xəyalınıza sərhəd qoymayın. Çünki bunu dəfələrlə deyirəm. Beynimiz sərhəd tanımır və biz insanıq, elədiklərimiz də sərhəd tanımır. Yetər ki, istəyək. Yetər ki, qəlbimizdən istəyək və ona doğru addım ataq. Məsələn, nə yazmışam? Cilt baxımına bağlı yazdığım hissə var ki, çox qəşəng cildim olsun. Digər bir tərəfdən saçlarımla bağlı yazmışam, bədənimlə bağlı yazmışam, ailəmlə bağlı yazmışam, ailəmin işi ilə bağlı yazmışam, öz işimlə bağlı, karyera hədəflərimlə bağlı, təhsilimlə bağlı yazmışam. Ondan sonra məsələn, israfçılıq eləməməklə bağlı yazmışam. Çünki mən çox bədxərc biriyəm. Durub da yersiz pul xərcləmirəm. Aldığım mütləq ki, nəyəsə lazım olur. Amma yəni bilirsiniz necə olur? Almasam da olardı, amma mən almışam. Onu da eləmək istəmirəm. Çünki mənə görə bədxərclik bir o qədər də yaxşı bir davranış deyil. Məsələn, bunu düzəltməyə çalışıram. Eyni zamanda onu da ora yazmışam məsələn. Sonra məsələn, mən elə bir insanam ki, beynimin içi qarışıqdırsa, otağım da darmadağınıq olur. Beynimin içi yaxşı vəziyyətdədirsə, otağım da yaxşı vəziyyətdə olur. Məsələn, onu yazmışam ki, beynimin içi də otağım kimi sərgəli və düzənlidir. Niyə də olmasın? Çünki bu mənim diləyimdir. Vacib deyil ki, mən deyim ki, təyyarədə A klassda harasa uçmalıyam. Yəni bu da kiminsə diləyidir. Mənim diləyim bu olmalı. Yəni heç bir diləyi məncə böyükdür, kiçikdir deyə sərhədləndirməyə, qısıtlamaq olmaz. Ondan sonra məsələn, yeni bir dil öyrənmək istəyirəm. Həmin dillə bağlı hədəfimi yazmışam. Hətta yazmışam ki, neçə kitab oxudum, neçə film izlədim. Çünki niyə də olmasın? Bunlar hər biri onsuz da kiçik bir hədəf deyilmi? Bunlar hər biri də bizim arzumuz ola bilməzmi? Niyə zaman kapsuluna bunun haqqında yazmayaq? Yəni ən əsas elə bunları yazmalı deyilikmi? Ondan sonra məsələn təhsillə bağlı bir sıra hədəflərim var, onu yazmışam. Həyatın gözəl olduğunu yazmışam, yaşamağa dəyər olduğunu yazmışam və bununla bağlı həm ailəmin, həm dostlarımın rifahı üçün dualarımı da eləmişəm və son olaraq təşəkkürümü də yazdığım üçün 2026 üçün hazırladığım zaman kapsulu bu qədər idi. Ümid edirəm ki, video sizin üçün yararlı olmuşdu və arzu edirəm ki, siz də oturub mənlə bir yerdə zaman kapsulu hazırlayasınız. Çünki çox maraqlıdır. Bir də həqiqətən də növbəti il köhnə sizin düşüncələrlə yeni sizin düşüncələr arasında o qədər çox fərq olur ki, sözün əsl mənasında o məktubu yazanda düşündüyün səndən indiki sən eyni olmur. Dəyişirsən. Məsələn, onda elədiyin arzuları indi eləmirsən və bu səndə fərqli bir təsir yaradır ki, onda beləyəmmiş, indi isə bu şəkildə düşünürəm. Düşüncələr dəyişir, biz böyüyürük, arzularımız müxtəlifləşir, hədəflərimiz dəyişir. Ona görə də məncə zaman kapsulu yazmaq maraqlı və məntiqli bir addımdır. Həm gələcəkdəki sizi, keçmişdəki siz gələcəkdəki sizin necə biri olduğunu xatırlayır, həm bir xatirə qalır və bir də onu demək istəyirəm ki, çox vərəqə yazanda itir. Mən məsləhət görərdim ki, istifadə eləmədiyiniz, amma atmayacağınızdan da əmin olduğunuz bir dəftərə yazasınız. Mən hara yazıram? Bu mənim 2025 planerimdir. Bunun arxasında sizə məncə göstərmişdim. Belə bir cib var. Məsələn, 2026 üçün yazdığımı 2025-in cibinə qoyacağam ki, birdən 2026-nı daimi istifadə eləyirəm. Oradan düşər, itər bir şey olar, amma 2025 indi gedəcək mənim kitab rəfimə, digər planerlərimin yanına. Bu da qalacaq onun cibində. Gələn il inşallah buradan açıb oxuyacağıq ki, 2026 üçün nələr arzu eləmişik, nələr gerçəkləşdirmişik sözün əsl mənasında. Və siz də ya planerinizin arxasına yaza bilərsiniz. Yəni elə yerə yazın qoyun ki, itməsin. Ya da belə bir şey məsləhət görə bilərəm ki, yazandan sonra videonun altına hara qoyduğunuzu yazın ki, gələn bir yerdə bu video ilə yanaşı yeni bir video çəkəndə siz də gedib oradan hara qoyduğunuzu tapa biləsiniz. Bugünlük sizlə bölüşmək istədiklərim bu qədər idi. Ümid edirəm ki, gününüz gözəl keçər, 2026-nız mükəmməl gələr, 2025-i mükəmməl şəkildə bağlayarsınız. Sağ olun.